Salam değerli izləyicilər, 12 oktyabr 2025-ci il bir təcili məlumatı diqqətinizə çatdırıram. Rayonlardan Bakıya xəstə heyvanların gətirilərək kəsilməsi barədə məlumatlar yayılıb və bu insanlar arasında kifayət qədər narahatlıq doğurub değerli izləyicilər və rəsmi açıqlamanı diqqətinizə çatdıracağım. Burada üstəgəl işarəsinə bir dəfə vuraraq digər məlumatlarımızı da izləyə bilərsiniz. Deməli, değerli izləyicilər, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iri buynuzlu və xırda buynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə qeyd olunub ki, baytarlıq haqqında qanuna əsasən heyvan mənşəli məhsulların insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satış obyektlərində baytarlıq nəzarəti məcburidir və həmçinin də qeyd olunur ki, təsadüfi kəsim məntəqələrində təhlükə mövcuddur. Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib və bu məsələdə istehlakçıların narahatlığını başa düşülən hesab eləyir. Onun sözlərinə görə əvvəlki illərin praktikasında xəstə heyvanların kəsilərək müxtəlif yollarla paytaxta daşınması halları qeydə alındığından bu halın təkrarlanması da istisna olunmur. Qeyd eləyək ki, sözü gedən mövzu ilə bağlı Kaspi qəzeti material hazırlayıb.